Salam, her vaxtınız xeyir. Bugündən etibarən çəkilişlərimize başlayırıq. Biz hal-hazırda adını söyleyemeyeceğim bir restoranda, məşhur bir restoranda işləyirik. Dostlarımızla Afrikadan var, Fransadan var, dünya mətbəxi olan bir restoran burası. Bura Türkiye'deyiz. Onlarla beraber çalışırıq. Yeməklər hazırlayırıq. Çeşit, 200'e yakın çeşit var. İnşallah bakalım. Aha. Oraya bakıyorum. Abi kapat ya. Elyar dostum. Orada da var dostlarımız oturmuşlar. Utanıyor. İlk çekiliş olduğu için utanırlar. Yavaş yavaş onları da öğreteceğim, alıştıracağım. Alıştıracağım çekilişlere. Bir dakika hal-hazırda köri sos tavuk hazırladık. Köri soslu toyottu. Müşterimiz için. Bak göstereyim size de. Gelir siparişe. Ona da yazdım ben bir fiş. Yaz. Kalemi nereye koydunuz? Al abi gönder. Kalem. Gelin burada abi. Nereye bıraktın? Ha, tamam oraya Mehmet Bey yaz. Mehmet Bey yaz. Ha, yazdım siparişi. Dostlarımızla burada bugünden itibaren fikirləşirik, düşünürük. Çekilişlerimize başlayalım. Dostlarımız orada danışırlar. Siparişlerine utanır, Abdullah utanır. Abdullah orada abi. Abdullah utanma, utanma. Abdullah abi ya. Seni dünyaya tanıtacağım Abdullah. Hay Abdullah, Abdullah. Bak, en sevdiğim uşaktı, en sevdiğim uşaktı maşallah. Yaxşı valla. Hal-hazırda burada mətbəxdə 10 nəfərik, 10 nəfər işləyirik. 5 nəfər sabah, 5 nəfər axşam işləyirik. Mətbəximiz genişdir, böyükdür, təmizdir. Yeməklərimiz də çox keyfiyyətlidir. Açığı burada deyək, buranın dilində desək patronumuz həmişə bizdən tələbi odur ki, ən gözəl yeməklər çıxarda, ən gözəl, təmiz məhsullar gəlsin, ət gəlsin, çeşit gəlsin. Güzel yeməklər müştərilərə göndərək. İnşallah başqa çəkilişlərdə görüşənə qədər.